Prezident İlham Əliyev tərəfindən müharibə veteranlarına aid sərəncam. Belə ki, 1941-1945-ci illərdə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2500 manat məbləğində, 2-ci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 2-ci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafe üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə 2-ci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döyüş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində bir dəfəli maddi yardım veriləcək. Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.